İsrail İrana böyük hücuma hazırlaşır. Günas TV publik Gaza istinadla xəbər verir ki, bu barədə New York Times məlumat yayıb. Məqalədə deyilir, Trump administrasiyası İranla nüvə sazişi üzrə danışıqlar aparmağa çalışarkən İsrailin baş naziri Benjamin Netanyahu İranın əsas uranın zənginləşdirilməsi obyektlərinə hücum eləyərək danışıqları pozmaqla hədələyir. Qeyd olunur ki, Trump'ın yaxın şərqə xarici ilk rəsmi səfərindən bir müddət əvvəl İsrail Amerika administrasiyasına İranın nüvə obyektlərinə zərbələr indirməyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Trump İranla razılaşma əldə etmək üçün, daha çox rıçaq əldə etmək üçün bunu etməməyi xahiş edir. Nəşr yazır ki, buna baxmayaraq İsrail xəbərdarlıq etmədən İrana zərbə indirmək qərarına gələ bilər. Kəşfiyyat məlumatlarına görə bu 7 saat çəkəcək və İsrail rəhbərliyini belə bir fikirdən döndərməyə kifayət etməyəcək. İsrail rəsmiləri Trump'ın İrana uranın zənginləşdirilmə obyektlərini saxlamasına icazə verə biləcəyi üçün öz sözləşmələrini etməyə o qədər can attığından qorxurlar. Bu senari İsrail üçün qəbul edilməzdir deyə New York Times belə bir xəbər paylaşıb. Əziz tamaşaçılar, qeyd edək ki, efirimizin növbəti qonağı araşdırmaçı yazar hörmətli Məmməd Rəhmanifərdir. Xoş gördük Məmməd bəy, hər vaxtınız xeyir olsun. Selamlar, saygılar, sağ olun, hoş gördük. Buyurun. Bayramınız da qutlu olsun, sizi də ürəkdən təbrik edirik, müstəqilliyimiz əbədi olsun. Hörmətli Məmməd bəy, müzakirəmizə başlamamışdan mən Günas TV tamaşaçılarına bir daha xatırlatmayım. Əziz dostlar, lütfən yayımı bəyənib paylaşmağı, suallarınız varsa Məmməd bəyə canlı şərh bölməsində ünvanlamağı da unutmayın lütfən. Məmməd bəy, dəfələrlə bu istiqamətdə sizinlə müzakirələrimiz başlayıb. Mən xatırlayıram, elə biz ötən həftə müzakirəmiz zamanı da müxtəlif qərb mənbələri belə iddialara çıxış eləmişdilər ki, İsrail İranı vurmağa hazırlaşır. Artıq bu mənbələrin sayının artması həm də onu deməyə əsas verirmi ki, bizə İsrail həqiqətən də artıq bir neçə müddət sonra və yaxud da yaxın perspektivdə bu zərbələrə start verəcək? Bakın 7 oktyabr hadisəsindən sonra ki İranın birbaşa o məsələdə əli olmaq da ortaya çıxdı. Netanyahu ilk başta İranın proksi qüvvələrini demək olar bölgədə yox etməyə çalışdı. O cümlədən bilirsiniz İranla işbirliği yaparan Filistinli bəzi qruplar və Hizbullah və bu kimilər və ondan sonra İranın birbaşa özünə saldırmağa, hücum eləməyə demək olar təşəbbüs göstərdi və bu açıdan açıkçası İran'a meydan oxudu, dəfələrcə İran'a meydan oxudu. Amacı tam olarak İran'ı bir savaşa demək olar təşviq eləmək idi. Netanyahu'nun istəyi bu idi. Amma İran da xətəri hiss eləmişdi. 47 il, 48 il demək olar İsraili məhv edəcək, İsraili yox eləyəcək deyən bir rejim. İsraildən ya Amerikadan kiçik bir xəta, öz dillərcə bir qələt demək olar hərəkət gözləyirik. Yoxsa biz onu yer üstündən siləcək və bu kimi şüarlarla ki 40 ildən çox demək olar İran yetkililəri, rəsmiləri dilə gətirdilər. Ciddi təhlükəni, ciddi xətəri hiss etdiklərində sustular və qorxudan demək olar mühafizəkarlığa sarı yönəldilər. Və biz görürük ki, son zamanlarda Trump'la müzakirələrə girişiblər. Bunu nədən deyirəm? Çünki bilirəm ki, İsrail çox çalışır Amerikanı belə bir təvazunda özü ilə yol bir eləsin, özü ilə bərabər eləsin. Amma Trump'ın da özünə görə bir projesi vardır. Bilirsiniz İran'a 2 aylık bir deadline, ultimatum verdi. 2 ayın içinde anlaşmazlarsa bu hücumu gerçəkləşdirdiyini dedi Trump. Və hələ də Trump'ın dediyi bu 2 ay qurtulmayıbdır və müzakirələr də bildiyiniz kimi ara sıra iki ölkə arasında baş tutur. Mən eşitdiyim və oxuduğum demək olar mənbələrə əsasən Netanyahu zaten bu müzakirələrə qarşıdır və İranın demək olar özəlliklə nüvə mərkəzlərini və bir neçə başqa mərkəzini, füzə silah üretim mərkəzini və bu kimi yerləri bombardman eləməkdə israrlıdır. Amma Trump hələlik Netanyahu'ya bu dəstəyi verməyibdir. Trump açıkçası Netanyahu'ya bu müzakirə sürəcində əl durdurmasını istəyibdir, dayanmasını istəyibdir və açıkçası belə müzakirə şəraitində belə bir həmlə olursa Amerikanı öz arxasında görməyəcəyini Netanyahu'ya bildiribdir. Mənə belə gəlir ki, Netanyahu'nun bu son çıxışlarda
bir çeşit demək olar Trump'ın bu müzakirə məqsədi doğrultusundadır ki, çün Trump administrasyonu tamamən demək olar İranın nüvə zənginləşdirməsindən əl çəkməsini istəyirlər. Yəni bunu sıfıra yendirmək istəyirlər. Amma başqa tərəfdən İran iddia edir ki, biz sıfıra yendirə bilmərik və müəyyən dərəcədə bu nüvə zənginləşdirməni idamə vermək istəyirik. Mənə belə gəlir ki, bunlar İrana biraz meydan oxumaq və İrana biraz hədə-qorxu gəlmək üçün müzakirədə tam demək olar bu nüvə zənginliyindən əl çəkməyə razı olsun. Amma bir şey də vardır və İran da bunu bilir ki, Trump'la anlaşmasa belə bir demək olar həmlələrin, hücumların gerçəkləşmə ehtimalı çox daha yüksək olacaq və onda Netanyahu özünü yalnız hiss etməyəcək və öz arxasında Trump'ı və Amerikanı da görəcəkdir. Yeri gəlmişkən, sanki artıq Amerika Birləşmiş Ştatları və İran arasında gedən danışıqlar da müsbət istiqamətdə cərəyan edir. Çünki biz ən azından İran rəsmilərindən ötən dəfə maraqlı bir açıqlama eşitdik də. Açıqlama verdilər ki, Trump bizim üçün bir nemətdir. Yəni bunu nəyə əsasən deyir sizcə İran rəsmisi? Baxın, İran rəsmiləri dediyimizdə fərqli İranda görüşlər vardılar. Yəni müzakirədən yana olanlar vardılar, müzakirəyə qarşı olanlar vardır. Və bunların hamısının fikirləri bir-biri ilə örtüşmür, hətta bir-birinə zidd demək olar sözlər dilə gətirirlər bu günlər. Burasını biz nəzərdə alaq. Bir açıdan bunlar belə düşünürlər ki, Trump'la biz anlaşa bilsək, rejimin varlığını müəyyən dərəcədə bir daha yenə də qarantı altına ala bilərik. O açıdan əgər demişsə, bu sözü deyən fərdin adını mənə desəz, mən onun fikrini tanısam daha rahat bunu dəyərləndirmək mümkündür. Çün niyə deyirəm adını mənə desəz? Çün baxışlar fərqlidir. İranda bir zehniyyət də vardır ki, mesela baxın, İranda bir zehniyyət də vardı ki, mesela İsrail vurur, zadı Hizbullah darmadağın eləyir. İran həmçinin iddiası budur ki, İsrail şikəstə uğradı hədəflərində və Hizbullah qalib gəldi. Yəni İranda biraz o siyasi ədəbiyyat da fərqlidir. Mən heç üzr istəyirəm ki, Məmməd bəy, deməli deyən kimdir? İran parlamentinin üzvü Kamran Qəzənfəri. Bəli, bəli. Bu o amacdan deyib ki, əlan sizə deyəcəyim. Bunlar həmanlardılar ki, İran-Əraq savaşı dönəmində də Təbriz İmam Cüməsi var idi, Ayətullah Mədəni durub demişdi ki, Səddam bizim üçün böyük bir nemətdir. Və bu sözləri çoxları demişlər ki, bizim üçün böyük bir nemətdir o zaman. Bunlar üçün baxış açıları fərq edirlər. Bunlar belə düşünürlər ki, əgər bir düşmən varsa, biz daha güclü olarıq. Biz düşmən qarşısında daha güclü olarıq. Bu adamın da zehniyyəti ondan asılıdır. Yəni, əgər bunu bir islahatçı biri desəydi, deyərdim ki, nemətdən amacı bir fürsətdir. Bu fürsəti dəyərləndirmək. İslahatçılar bu açıdan məsələyə yanaşırlar ki, bu bir fürsətdir və bu fürsəti dəyərləndirmək və qiymət vermək lazımdır. Amma müxaliflər ümumən Trump'a qarşıdırlar. Əgər də belə bir sözlər danışırlar o mühafizəkarlar, dedim, Səddamın da haqqında bir zamanlar belə sözlər danışdılar. İsrailin də haqqında elə danışırlar ki, güya İsrail günü-gündən zəifləyir və Hizbullah qalib gəlib savaşlarda. Bunu dəfələrcə İran mediasını izləyənlər bilirlər mən nə deyirəm. Hörmətli Məmməd bəy, mən bir məsələndə sizinlə müzakirə etmək istəyirəm fürsət yaranmışkən. Deməli bilirsiniz də, Məsud Pezeşkiyanın Azərbaycana gəlməsi ilə bağlı elə o gündə sizinlə maraqlı bir müzakirəmiz baş tutmuşdu bizim. Deməli bu səfərlə bağlı əslində müəyyən bir ümidlər meydana gəlmişdi Azərbaycan xalqında da. Ancaq görünən odur ki, əksinə sizin də qeyd etdiyiniz kimi hər kəsin misal üçün verdiyi açıqlamalar bir-birlə uzlaşmır və hətta bir çox hallara daban-dabana ziddiyyət təşkil edir. Misal üçün mən xatırlayıram, Pezeşkanın belə bir açıqlaması olmuşdu Zəngəzur dəhlizi ilə bağlı ki, əgər bu Ermənistanın beynəlxalq hüququnu pozmursa, buna İran normal yanaşır kimi bir açıqlama vermişdi. Ancaq biz digərlərinə baxdığımız zaman, deməli ötən gün yəqin rastınıza çıxdı o video görüntü. Erməni jurnalist sual verir ki, Mehdi Sübhaniyə, əgər ümumiyyətlə Zəngəzur dəhlizinə münasibətiniz necədir? O da bildirir ki, ümumiyyətlə zoraki yolla heç bir şey mümkün deyil. Zəngəzur dəhlizi isə ümumiyyətlə olmayacaq. Və bunu da davam etdirən İran Xarici İşlər Nazirinin müavini də təxminən eyni sözlərlə yenidən yadda qalıb. Baxın, bugün Laçında 3 lider bir araya gəlib.
Ermənistana baxdığımız zaman İran yenə də oradadır. Biz İranın, mən bu sual artıq bir qədər öz əhəmiyyətini itirib, ancaq yenə bu cür verəcəm sualımız sizə. Biz İranın hansı üzrə inanaq? Baxın, əvvəla bunu deyim ki, bu Avropada bir məsəl var, deyirlər papdan daha katolik. Yəni pap ki, katoliklərin lideridir, papdan daha katolik olanlar. Ya demək olar kasa aşdan daha istidir. Bizim özümüzdə də belə bir söz deyirlər. Vay Subhanə ermənilərdən daha ermənidir açıqcası. Zaman zaman biz görmüşük ki, hətta Ermənistan belə Zəngəzur məsələsinə bir yaşıl işıq yandırdığında da biz görmüşük ki, Vay Subhanə ona qarşı çıxıbdır və onun əleyhinə danışıbdır. Burasını nəzərdə alaq. Və dediyiniz kimi İranda hər zaman fərqli səslər çıxır ortaya. Elə istər Amerika məsələsi ola, istər Azərbaycan məsələləri ola, istər Zəngəzur məsələsi ola, hər zaman fərqli səslər və bu bəzən çaşbaş qalır demək olar müxatəb ki, bunların hansının sözünü biz qəbul edək. Vaqiət budur ki, bunlar eyni mərkəzdən hidayət olurlar və bunların amacları budur ki, hər biri fərqli bir söz desinlər açıqcası. Ta yeri gələndə hər hansı tutsa deyərlər, elə biz elə əvvəldən də bunu demişdik. Baxın, yeri gələndə hər hansı tutsa deyərlər, biz əvvəldən bunu demişdik. Bir yandan biz bilirik ki, Pezeşkiyan nə deyir desin, Subhani nə deyir desin, İran bunu rəsmi şəkildə dəfələrcə dilə gətiribdir ki, Zəngəzur koridoru İranla Ermənistanın demək olar topraqdan, Türkiyədə qaradan deyirlər, bağlantısını kəsməməlidir və əgər bu bağlantı, yəni İranla o bir cığır var ya, o zaman Stalin verdi Ermənistana, o cığır olan demək olar 30 küsür demək olar kilometrə bir koridordur. Əgər oradan İranın Ermənistana bağlanma imkanı kəsilsə bu koridorun vurulmasıyla, Pezeşkiyanda nə deyir desin, Subhani nə deyir desin, İran bununla əvvəldən müxalifətini açıq şəkildə dilə gətiribdir və müxalifət də eləyəcəkdir. Ermənistan belə bundan müvafiqət eləsə də biz zaman-zaman görmüşük ki, İran öz müxalifətini dilə gətirir. Ümumiyyətlə bu müxalifət dilə gətirilsə belə, misal üçün beynəlxalq hüquq var. Ermənistan buna siz də qeyd etdiniz. Bəzən razılıq verməyə yaxın olduğu müddətdə biz həm Xamneyinin timsalında, həm də digər İran rəsmilərinin timsalında faktiki olaraq Ermənistana təzyiqi biz müşahidə etdik. Bax, Qərb dövlətləri buna niyə səssiz yanaşır bəs? Çox maraqlıdır. Ermənistan məsələsində bu dövlətlər bir araya gəlirlər Azərbaycana qarşı. Bəli, biz baxırıq, görürük ki, hətta Amerika belə özəlliklə Biden dönəmində Amerika belə Ermənistanın yanında yer alır bu məsələlərdə. Fransanı ki, dilə gətirmək lazımdır, demək lazımdır, məsələyə tam ideolojik və anti-türk zehniyyəti ilə yanaşır və Ermənistanın yanında yer alır və Zəngəzur məsələsində ya Erməni-Azərbaycan məsələsində İranla eyni cibhədə yer alırlar. Bu yəni çox açıq və çox qərib bir məsələdir. Mən Fransanı bu açıdan anlaya bilirəm, çünki Fransa dediyim kimi bu məsələyə daha çox ideolojik və anti-türklük açısından yanaşır. Milli maraqlar demir, milli dəyərlər açısından demək olar məsələyə yanaşır. Amerikada da fərqli. Mən xatırlayıram ki, 44 günlük Qarabağ müharibəsi Trump'ın keçən Cumhurbaşqanlığının son günlərində baş verdi və baxmayaraq ki, orada seçim kampaniyaları yaşanırdı və Trump'ın bəlkə erməni lobisinin səsinə də ehtiyacı var idi, amma Trump açıqcası onda hazır olmadı Azərbaycana qarşı ya bir söz danışsın, ya bir demək olar əməldə, ya bir işdə bulunsun. Amma biz baxdıq, gördük ki, savaş hələ qurtulandan sonra Biden iş üstünə gəldiyində Azərbaycana qarşı bəzi təzyiqlər və bəzi sıxıntılar yaşatdı. Onun üçün ölkələrin bəzən cumhurbaşqanları ya hansı parti iş üstündə olması da söz konusu olur, özəlliklə Amerika məsələsində. Amma İranın məsələsi, İranda hər kəs rəis cumhur olur olsun, cumhurbaşqanı olur olsun, siyasət eynidir, hər zaman Ermənistanın yanındadır. Bu zada da Fransa haqqında da sadiqdir. Yəni Fransa ilə İran Azərbaycan və anti-türk demək olar siyasət yürüdürlər. Hər zaman bu işi görüblər və cinə də davam edəcəklər. Aydındır, hörmətli Məmməd bəy. Sizə təşəkkürümüzü bildiririk. Minnətdarıq dəvətimizi qəbul etdiniz, iştirak elədiniz. Çox sağ olun.